Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Qoca Qurd adlı Çex nağılını danışacağam. Xeyli qocalmış, dişləri kütləşmiş və heydən düşmüş qurd artıq insanlarla yaxşı davranmağa qərar verdi. Yuvasının yaxınlığındakı örüşə gedib çobana belə dedi. Məni yaxşı tanıyırsan, ancaq çox ac olsam, sənin sürünə zərər verə bilərəm. Məni ac qalmağa qoymasan, heç kəslə işim olmaz. Bircə qoyununa, quzuna toxunmaram. Bəli, doğrudur. Qarnın ac olanda sürüyə hücum çəkirsən. Zərər verməmək üçün gərək qarnını doyuraq. Amma sənin qarnın asan doyarmı? Buna inanmıram dostum. Mən bu şərtinə razı ola bilmərəm. Yaxşı olar ki, itlərimi üstünə salmadan çəkil yolumdan. Qurd növbəti yaylağa gedib çobana dedi. Bir il ərzində sənə çox zərər verə bilərəm. Mənə ildə 6 baş qoyun verməyə razı olsan, süründən əl çəkərəm. Gəl razı ol, ikimiz də rahat yaşayaq. Bir-birimizə zərər verməyək. 6 qoyun? 6 qoyun artıq bir sürü deməkdir. Qurd sövdələşməyə razı idi. 5, 4, hətta 3 qoyuna da razı olardı. Amma çoban bir qoyun belə vermək niyyətində değildi. Bircə qoyun belə vermərəm. Anladınmı? Düşmənimi bəsləyə bilmərəm. Yeri gələndə sənə qarşı tədbir görəcəyəm, amma səni yedizdirməyəcəm. Qurd 3-cü çobanın yanına getdi. Qulaq as, əgər mənə ildə bir qoyun versən, bu ərazidə qoyunlarını rahat otara bilərsən, dedi. Çoban qurdu süzərək dedi. Dostum, sənin neçə yaşın var? Mənim yaşımdan sənə nə? Çünki dişlərin tamam tökülüb. Bir neçə il əvvəl belə bir təklif etsəydin, bəlkə onda razılaşa bilərdim. Amma sən artıq bu şansı əldən vermisən. Dişləri tökülmüş bir qurddan kim qorxar ki? Qurd yoluna davam etdi. 4-cü çobanın yanına gedib çəkinə-çəkinə dilləndi. Çoban dostum, eşitdim itin ölüb. İcazə versən, sənin sürünə baxa bilərəm. Qoyun quzunu başqa canavarlardan qoruyaram. Bəs necə? Çoban gülərək dedi. Başqalarından qoruya bilərsən, bəs onları səndən kim qoruyacaq? Qurd yoluna davam etdi. 5-ci çobanın yanına getdi. Kürkümü bəyənirsənmi? Əgər ömrümün sonuna qədər mənə baxsan, bu kürkümü sənə verirəm. Rədd ol buradan. Kim bilir, sən nə qədər yaşayacaqsan? Qurd çarəsiz qalıb, axşam çobanların sürüləri apardığı yerdə gizləndi. O qədər çox qoyun yedi ki, axırda partlayıb öldü. Bu qoca qurda qarşı haqsızlıq etdik, deyə çobanlar düşündülər. Gec də olsa, yaxşı olmağa qərar vermişdi. Onun bundan sonra vicdanla həyatına davam etməyinə imkan vermədik. Halbuki indiyə qədər bizə vurduğu ziyanın əvəzini çıxara bilərdi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.